Salam kanal izləyiciləri. Bugün sizlərlə Namazov 5-ci sinif qiymətləndirmə kitabından düzgün kəsirlər və düzgün olmayan kəsirlərin A və B variant izahını sizlərlə paylaşacağım. İzaha getməmişdən öncə, əgər bu videolar sizə faydalı, maraqlı gəlirsə, kanala abunə olmağı, videolar bəyənməyi unutmayın. İndi başlayaq izahımıza. A variantı birinci sual. Deyir ki, A-nın hansı qiymətində 28-də 3A üstəgəlsin 9 kəsri düzgün kəsir olar. Sonra biz bilirik ki, əgər bizim M-də n kəsirimiz düzgün kəsirdirsə, yəni sürətimiz M-dən kiçik olmalı, yəni məxrəcdən kiçik olmalıdır. Yəni 3A üstəgəlsin 9 kiçik olmalıdır məxrəcdən, yəni 28-dən. Bu sadə bərabərsizliyi həll eləsək, buradan 3A-nı tapmaq üçün 28-dən 9 çıxacaq. Buradan 3A bərabərdir 19-a. A kiçikdir. Yəni A-nı tapmaq üçün 19-u böləcək 3-ə. A kiçikdir. Yəni 19-u 3-ə bölmək, yəni 3-də 19 deməkdir. Sonra bunu da qarşı ədədə çevirsək, yəni alırıq nə? 6 tam 3-də 1. Yəni A kiçikdir 6 tam 3-də 1. Neçə natural qiymət deyirsə, yəni 6 tam 3-də 1-dən kiçik naturallar 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir və 6 dənə. Yəni 6 dənə qiymətində. Düzgün cavab 6, B variantı. Deyir ki, ikinci sualda, sürət ilə məxrəcin cəmi 10 olan neçə düzgün olmayan kəsir var? Düzgün olmayan olan nədir? Tutaq ki, bizim M-də n kəsirimizdə sürət məxrəcdən böyük bərabər olmalıdır. Ya məxrəcə bərabər olmalıdır, ya məxrəcdən böyük olmalıdır. Tamam. Cəmi 10 eləyən. Baxın uşaqlar. 1-də 9, 2-də 8, 3-də 7, 4-də 6 və nəhayət 5-də 5. Necə nə olur uşaqlar? 1, 2, 3, 4, 5 dənə kəsirimiz var. Düzgün cavab A variantı. Sevgili uşaqlar. Düzgün cavab A. Üçüncü sualımız. 12-də 113 kəsirini qarşı ədədə çevirməliyik və həmin çevirişdən biz olan A-la B-ni müəyyən edib cəmini tapmalıyıq. Uşaqlar, düzgün olmayan kəsiri qarşı ədədə çevirmək üçün biz sürəti məxrəcə bölməliyik. 113-ün içində 12 9 dəfə yerləşir, 9 dəfə 12 edir, 108. 113-dən 108 çıxanı alırıq 5. Yəni bizim 12-də 13 kəsiri bərabərdir 9 tam 12-də 5-ə. Yəni buradan alırıq ki, A-mız 9-dur, B-miz 5-dir və bunların cəmi alırıq 14. Düzgün cavab C variantı. Deyir ki, 4-cü sualda verilən kəsirlər bərabər olarsa A vur B-ni. Uşaqlar, bərabər kəsir o deməkdir ki, yəni məxrəc məxrəcə bərabər olmalıdır, sürətə sürətə bərabər olmalıdır. Birinci kəsir sürəti A çıxılsın 5-dir. İkinci sürəti 14-də bərabərdir. İkinci kəsir məxrəci B üstə gəl 17-dir və o bərabərdir 43-ə. Uşaqlar, buradan A-nı tapmaq üçün 14-ün üzərinə 5 gələcək, yəni 19. Digərinin B-ni tapmaq üçün isə 43-dən 17-ni çıxacaq, yəni 26 alacaq. A-mız 19, B-miz 26. Bir-birini uşaqlar vursaq, 26 vurulsun 19. Tamam. Vuraq. 9 dəfə 6, 54. 4 yazıram 5 yadda. 9 dəfə 2, 18 olur 5, 23. 1 dəfə 6, 6. Bu da 2. Toplayaq. 4. 6, 9, 202, 4. 494 deyə bir cavab. Baxaq, hansı variantda var? Deyəsən C-də, bəli. C variantı. Beşinci misal. Uşaqlar, 4-dən 5 qız çıxılsın 4 bərabər. Uşaqlar, mən 9-cu yaza bilərəm. Məxrəcə 4 olan bir kəsir kimi. 4-də 36 yazsaq, bizə 9 verir. Çünki kəsir xətti bölmə demək. Yəni mən 36-nı 4-ə bölsəm 9 alaram.
Uşaqlar, məxrəclərimiz bərabər olduğuna görə sürətlər də bir-birinə bərabər olmalı. Yəni 5x çıxsın 4, 36-ya bərabərdir. 5x tapmaq üçün 36 ilə 4-ü toplayacağıq. 5x bərabərdir 40-a. X-i tapmaq üçün 40 isə 5-ə böləcəyik. Yəni 8. X-imiz 8-dir. Düzgün cavab D variantı. 6-cı. X-in hansı qiymətində verilən bərabərlik doğrudur uşaqlar? Baxaq. X üstə gəlsin 7. Yəni 15-də X üstə gəlsin 7 bərabərdir 45-də 39. Baxın uşaqlar, mən 15-i 3-ə vurub 45 almışam. Demək ki, X üstə gəl 7-ni də 3-ə vursam 39 alacam. Buradan X üstə gəl 7-ni tapmaq üçün 39-u 3-ə böləcəyik. X üstə gəlsin 7 bərabərdir 13-ə. X-i tapmaq üçün isə 13-dən 7-ni çıxacaq. Yəni alacaq 6. Düzgün cavab A variantı. 7-ci suala deyir ki, verilən kəsrlər düzgün olmayan kəsr olarsa, A-nın ən böyük, B-nin isə ən kiçik natural qiymətlərinin hansıdır? Tamam. Düzgün olmayan kəsr deyirsə, birinciden işləyək. 7 üstə gəlsin A-da 13, yəni 7 üstə gəlsin A kiçik olmalıdır. Kiçik bərabər olmalıdır 13-dən. A kiçik bərabərdir 6-dan. Yəni A-nın ən böyük qiyməti olan nə oldu? 6. A'mız 6'da. Daha doğrusu bura böyük A yazaq ki, çünki bizə misallarda böyük A verilib. Yəni A'nın ən böyük qiyməti 6'dır. Digərinə, yəni 5 üstə gəlsin B düzgün olmayan dediyinə görə böyük bərabərdir 10 9-dan. B böyük bərabərdir 14-dən. 14-ə bərabər və 14-dən böyük ədədlər. İçində ən kiçiyimi isə elə 14-ün özüdür. Və bizdən isə hasil istəyir. Yəni A vurulsun B, yəni 6 vurulsun 14 bərabər 84. Düzgün cavab A variantı. Uşaqlar, 8-ci sual 224-də 144. Bu bizə n-də m-i verir. Və m üstə gəl n cəminin ən kiçik qiymətini istəyirik. Şöyle ən kiçik qiymət istədiyinə görə, yəni burada tam ixtisar getməlidir. Gəlin ilk öncə hissə-hissə ixtisar edək. Hər ikisi 2-yə bölünür. 2-yə böldüyüm anda sürətdə 72 qalır, məxrəcdə 112 qalır. Yəni 2-yə bölünmə var. 2-yə böldüyüm halda məxrəcdə 56, sürətdə 36 qalır. Şöyle yenə də 2-yə bölə bilərəm. Məxrəcdə 28, sürətdə 18. 2-yə bölsəm məxrəcdə 14, sürətdə 9. Artıq yine 14 və 9'un ortaq böləni olmadığına görə ixtisara getmir. Yəni m üstə gəlsin n cəminin ən kiçik qiyməti 14 ilə 9'un cəmiymiş. Yəni 23. Düzgün cavab D variantı. Dokuzuncu sual. 12'də 11 kəsirinin məxrəci 84 olan kəsir şəklində göstərib, alınmış kəsirin sürətindən 13 çıxsaq. Tamam. 12'də 11'in məxrəcini və 84'ü gətirməyim üçün kəsirin tamamlayıcısı, yəni mən 12 neçə vursam 84 edir. Əlbəttə ki 7'yə. Yəni mən kəsirin və məxrəc sürətini 7'yə vurmalıyam. Alıram 84'də 77. Sonra deyir ki, sürətindən 13 çıxıram. Çıxaq. Alacam 84'də 64. Şu cavablara baxaq, yoxsa ixtisar olmuş formada verib. Uşaqlar, hər ikisini 4'ə bölsəm, sürət və məxrəcin. 64'ü 4'ə bölsəm 16, 84'ü 4'ə bölsəm 21. 21'də 16 diye bir cavab olmalı. O da düzgün cavab B variantı. Onuncu. 3'in üstə gəlsin 4, 15. Uşaqlar, birinci gəlin düzgün olan kəsirlər. Düzgün olan kəsirlər. Sözdən yazaq, düzgün olan araşdıraq. Düzgün olan kəsir.
Baxaq, düzgün olması üçün uşaqlar 3-in üstə gəlsin 4, kiçik olmalıdır 15-dən. Yəni 3-in kiçikdir 11-dən, n də kiçikdir 11 bölsün 3-dən. Yəni n kiçikdir 3 tam 3-də 2-dən. Yəni n-in yerinə mən 1, 2, 3 qoya bilərəm. 1, 2, 3. Düzgün cavab 1, 2, 3. 1'ə B. Düzgün olduğu halda 1'ə B. Sonra indi düzgün olmayan halını araşdıraq uşaqlar. Düzgün olmaması üçün isə 3n üstə gəlsin 4 böyük bərabər olmalı 15-dən. Yəni 3n böyük bərabərdir 11-dən, n böyük bərabərdir 3-dən 3-də 2-dən. Yəni 3-də 11-dən. Yəni n-in yerinə mən 4 qoya bilərəm. 5 qoya bilərəm. 6 və sair. Sonsuzluğa qədər davam edə bilər. İndi baxaq görək. Belə bir cavab varmı? Deyir ki, n 9 olduqda kəsirin qiyməti 2-yə bərabərdir. 3 vur 9, 27 üstə gəl 4. Xeyr. 31 15'i böləndə 2 almırıq. Yanlışdır. N 4 olduqda, yəni 3 vur 4, 12 üstə gəl 4, 16 böl 15, 1 alınmır. Xeyr, bu da deyil. 1'ə uyğun cavab B variantı. 1'ə B. İkinci. Birinci düzgün olanı araşdıraq. Düzgün olması üçün 2n üstə gəlsin 1 kiçikdir 12 olmalıdır. Buradan inşallah 2n kiçikdir 11-dən. N də kiçikdir 11 bölsün 2-dən. Yəni n kiçikdir 5 tam 2-də 1-dən. N-in yerinə 1, 2, 3, 4, 5 qoysam kəsirimiz düzgün kəsirdir. 2'ye C. İndi düzgün olmayan halını araşdıraq. Düzgün olmayan. Yəni 2n plus 1 böyük bərabərdir 12. 2n plus 1 dəqiqə 2n böyük bərabərdir 11-dən. N böyük bərabərdir 5 tam 2-də 1-dir. N-in yerinə 6, 7 və sair 8, 9 və sonsuza qədər qoyduğum ədədlərdə kəsir düzgün olmayan kəsir olacaq. Baxaq, n 9 olduqda qiymət 2'yə bərabər deyil. N 4 olduqda qiymət 2'yə bərabər deyil. Elə ki 2'yə düzgün cavab C variantıdır. Şular, üçüncüdə davam edək. N plus 6'da 10. Düzgün olma halını araşdırsaq, yəni n üstə gəlsin 6 böyükdür 10-dan, n böyükdür 4'dən. 4'dən böyük 5, 6, 7 və sair. Bu düzgün olması üçün olan qiymətlərdir. Düzgün olmaması üçün isə n plus 6 kiçik bərabərdir 10-dan. N kiçik bərabərdir 4'dən. Yəni n-in yerinə 1, 2, 3, 4 qoya bilərəm. Bu da 3'ə A bəndidir. N-in yerinə 4 qoyduğum halda 10 bölünsün. 4 üstə gəl 6. Yəni 10 bölü 10. 1 alıram. Bu da düzgün variantdır. Ona görə E-ni də götürürəm. Bir də şu D-ni araşdırsaq. N 9 olduqda 3 vur 9, 27, 31'i 15'e bölündə 2 almırıq. İkincide 2 vur 9, 18 üstə gəl 1, 19, 12'ye bölünmür. Üçüncüdə N'in yerinə 9 qoysaq, 15'də 16, xeyr, kəsin qiyməti 2 deyil. Yəni D variantı nə 1'ə, nə 2, nə də 3'ə uyğun variant deyil. B variantından şolar davam edək. A-nın hansı natural qiymətində kəsir düzgün kəsirdir. Kəsirin düzgün olması üçün sürət məxrəcdən kiçik olmalıdır. 3A çıxılsın A kiçikdir 7'dən. 2A kiçikdir 7.
A kiçikdir 7 bölünsün 2-dən. Yəni A kiçikdir. Qarşıya çevirsək 3 tam 2-də 1-dən. A-nın yerinə 1, 2, 3 qoya bilərəm. Neçə sayı istəyirmi yoxsa özün? Ona düzgün cavab A variantı. Sürət və məxrəcin cəmi 11-ə bərabər olan düzgün kəsirlərin sayı. Sonra düzgün kəsir deyirsə nə olmalıdır? Tutaq ki, M-də N kəsiridir. Sürət məxrəcdən kiçik olmalıdır. Sonra 10-da 11 ola bilər. 9-da 2 ola bilər. 8-də 3 ola bilər. 7-də 4, 6-da 5. Artış ola bilməm, 5-də 6 götürəməm. Çünki 5-də 6 düzgün olmayan kəsirdir. Neçə dənə hal var? 5 dənə belə halımız var. Düzgün cavab B variantı. Üçüncü sual. Diri verilən kəsiri ilk öncə biz qarşıq kəsir çevirməliyik. Ondan sonra tamla sürətin hasilini tapacağıq. Yəni, mən 14-də 125 kəsirini qarşığa çevirmək üçün, yəni qarşığa da çevirmək üçün 125-i 14-ə böləcəyik. Düşür içində 8 dəfə. Cavab 112. 125-dən 112 çıxanda alırıq 13. Yəni, bizim kəsirimiz 8 tam 14-də 13-dür. Yəni, tam hissəmiz A-mız 8, sürətimiz isə 13-dür. Və bizdən A vur B-ni istəyir, yəni 13-ü 8-ə vuracaq. Alacaq 104. Düzgün cavab A variantı. Dördüncü sual. Verilən kəsirlər bərabər olarsa, şolar bərabər kəsir deməkdir ki, məxrəc məxrəcə bərabərdir, sürət sürətə. Yəni, A üstə gəlsin 11. Bərabərdir 27-yə. Buradan A bərabərdir 27 çıxılsın 11-ə. Yəni, A bərabərdir 16-ya. Sürət sürətə, yəni B çıxılsın 11. Bərabərdir 8-ə. B bərabərdir 8 üstə gəlsin 11-ə. B də bərabərdir. Buradan isə 19. Sonra bizdən A-la B-nin cəmisi, yəni 16-dan 19-un cəmisi verəcək 35. Düzgün cavab D variantı. Üç x çıx 7, sürətli məxrəcə 8, bərabərdir. Uşaqlar, tam 4 tam məxrəcə 8 olan kimi yazsam, 8-də 32 yazaram. Çünki kəsir xətti bizə bölməni bildirir. Yəni 32 mən 8-ə bölündə 4 alıram. Şunlar məxrəclər bərabər olduğuna görə sürətlər də bərabər olmalıdır. Yəni 3x çıxılsın 7 bərabər olmalıdır 32-yə. 3x bərabərdir 32 üstə gəlsin 7. 3x bərabərdir 39-a. X bərabərdir 39 bölünsün 3. Yəni 13. 13 düzgün cavab C variantı. 6-cı sual. X-in altı natural qiymətində 84-də 2x çıxılsın 7, 4-də 3-ə bərabər olar. Uşaqlar, gəlin tənliyin sol tərəfinin məxrəcini eyniləşdirək, yəni 84-ə gətirək. 4-ü 84-ə gətirmək üçün uşaqlar, biz vurmalıyıq 21. Yəni, mənim tamamlayıcımız 21-dir. Yəni, eyni anda həm sürəti 21-ə vuracaq, həm də məxrəci 21-ə vuracaq. Çünki biz kəsir əsas xassəsi odur ki, məxrəc və sürəti 0-dan fərqli bir ədədə vurmaqdır və yaxud da bölmək olar. Aldıq. 84-də 2x çıxılsın 7 bərabərdir 84-də 63-ə. Uşaqlar, məxrəclərimiz bərabər olduğuna görə ona görə sürətlərimiz də bir-birinə bərabərdir. 2x-i tapmaq üçün 63-lə 7-ni toplayacaq. 2x bərabərdir 70-ə. X-i tapmaq üçün isə 70-i 2-yə böləcəyik. X-i bərabərdir 35-ə. Düzgün cavab 35 B variantı. Verilən kəsirlər düzgün olmayan kəsirlər olarsa, uşaqlar, düzgün olmayan kəsir nə idi? Yəni, A üstə gəlsin 7, böyük bərabər 24 olmalıdır. A böyük bərabər 24 çıxılsın 7. A böyükdür, bərabərdir 17-dən. Həmçinin digər kəsirdə, yəni məxrəc, B üstə gəlsin 7, kiçik bərabər olmalıdır. 14-dən ki, düzgün olmayan kəsir olsun. B-ni tapmaq üçün uşaqlar 14-dən 7 çıxacaq. B kiçik bərabərdir 7-dən. Uşaqlar, A-nın ən böyüyünü istəyirsə, yəni A 14-ə bərabər və 14-dən böyük ədədlərdir. Ən kiçiyin 17-nin özüdür. B-nin isə ən böyüyünü istəyirsə, yəni bura 1, 2, 3, 4, 5, 6 və ən son 7 bərabər olduğuna 7 daxildir. Ən böyüyümüz isə 7-dir.
A vurulsun B-nin fasilesi, yəni 17-ni 7-yə vuracağıq. Alırıq 119. Düzgün cavab A variantı. 8-ci sual. Deyir ki, 286 154 bərabərlik doğru olarsa, B çıx A ifadəsinin ən kiçik qiyməti olar. Yəni ən kiçik deyirsə tam ixtisar getməlidir. Tam ixtisar getməlidir. Baxaq, ona görə olar. Gəlin hissə-hissə ixtisar edək. 286-da 154. Baxaq. Hər ikisi 2-yə bölünür. 2-yə bölsəm, sürət və məxrəci nə alırıq? Sürətdə alırıq 77, məxrəcdə alırıq 143. Hər ikisini 11-ə bölsək, sürətdə alırıq 7, məxrəcdə alırıq 13. Və 13-dən 7-də ixtisar getmədiyinə görə B-dən, yəni B-imiz 13-dür. 13-dən 7 çıxsaq alacağıq 6. Düzgün cavab 6 C variantı. Deyir ki, uşaqlar, 24-də 17 kəsirinin məxrəcini 120 olan kəsir şəklində yazın. Tamam. Yəni, mən 24 neçəyə vursam 120 yəni, əlbəttə ki, 5-ə vursam. Yəni, mən həm sürəti, həm də məxrəci 5-ə vururam. Alırıq 120-dən 85. Alınmış kəsirin sürətindən 25 çıxaq. Alırıq 120-dən 60. Uşaqlar, ixtisar edəsəm, 120 60-ın özünə bölünür. 60 tam bölsəm, 120 60-a bölünür 2, 60 60-a böləndə 1. Yəni 2-də 1. Düzgün cavab 2-də 1 D bəndi. Onuncu sualda davam edək uşaqlar. Yenə də birinci düzgün olan kəsir olsun. Yəni 2n minus 1 kiçik olmalıdır 10-dan. 2n kiçikdir 11-dən. N kiçikdir 11 bölünsün 2-dən. Yəni n kiçikdir uşaqlar. Necə tam? 5 tam 2-də 1-dən. Yəni n-in yerinə 1, 2, 3, 4, 5 qiymətlərini qoya bilərəm. Baxaq hansı variantda var? 1, 2, 3, 4, 5. B-də düzgün olmayan kəsir deyir. Düzgün olmayan. 1, 2, 3, 4. Yəni ki, C-də uşaqlar 5-in unudublar. Burada çap səhvə düşüb 5 yazmayıblar. Dedi ki, bura 5 əlavə edək. Əgər 2-nin 3-dən uyğun gəlməzsə, birə C-ni götürərik. Yəni ki, bunu kənara çəkək. İndi düzgün olmayan halını araşdıraq. Ola bilər çap səhvə düşə bilər kitabda. İndi düzgün olmayan hal, yəni 2 minus 1 2 minus 1 böyük bərabər olmalıdır 10-dan. 2 böyük bərabərdir 11-dən. Yəni n böyük bərabərdir 5-2-də 1-dən. Yəni n yerinə mən 6, 7, 8 və s. Sonsuzluğa qədər ədədlər qoya bilərəm. Yəni ki, bu variant da heç birində yoxdur. N-in yerinə 7 qoysaq uşaqlar araşdıraq bir dənə. 2 vur 7 14, 14-dən bir çıxanda 13. 13-ü mən ona böləndə 2 almıram. Həmçinin n-in yerinə 6 qoysam, n-in yerinə 6 qoyduqda 2 vur 6, 12, çıx 1, 11, 11 də ona böləndə 3 almır. Elə ki, 1 üçün C-ni qeyd edək kənara. Ola bilər çap səhvə düşüb. İkincini araşdıraq uşaqlar. Düzgün kəsir olması üçün n plus 7 böyük olmalıdır düzgün olması üçün. 12-dən. N böyükdür 12 çıxılsın 7. Yəni n böyükdür 5-dən. N-in yerinə 6 da qoya bilərik, 7, 8 və 9-luğa qədər. İndi düzgün olmayan halını araşdıraq uşaqlar. N plus 7 kiçik bərabərdir 12-dən, n kiçik bərabərdir 5-dən. Yəni n-in yerinə mən 1, 2, 3, 4, 5 qoysam, bax, bu kəsirimiz bizim düzgün olmayan kəsirdir. 2-yə B uyğun gəldi. Baxaq, n-in yerinə 7 qoysam 14-də 12 cavab 2-yə bərabər deyil. N-in yerinə 6 qoysam 13-də 12 düzgün cavab deyil. Sonra üçüncünü araşdıraq uşaqlar. 3n plus 1 düzgün kəsir olsa 11-dən kiçik olacaq. 3n kiçikdir 10-dan, n kiçikdir 3-də 10-dan. Yəni 10 bölsün 3-dən. Yəni n kiçikdir 3 tam 3-də 1-dən. N-in yerinə 1, 2, 3 qoysam kəsirim düzgün kəsirdir. 3-ə A bəndi düz gəldi. Bir də uşaqlar n-in yerinə
7 qoysaq uşaqlar, n-in yerinə 7 qoysam 3 və 7 21. 21-in üstündən 1 gəlsəm 22. 22 2 11-ə böləndə 2 alıram. Demək y də uyğundur. Uşaqlar, yəni ki, burada çap səhvində 5 düşməyib. Ola bilər, amma bir də C uyğun gəldi. Yəni 5 əlavə olsa tam dəqiq C variantı olacaq. Hələlik bu qədər uşaqlar. Sağ olun.